Gələk müəllimlər 7-ci sinifin 11-ci mövzusu olan elektrik çaydanının quruluşu və iş prinsipinə. Deməli, elektrik çaydanları içməyə suyu qızdırmaq üçün elektriklə işləyən bir cihaz növüdür. Hansı ki, bu da insan əməyini yüngülləşdirən, deməli, texnoloji maşınlardan biridir. İlk çaydanların gövdəsi misdən, daha sonra xromlanmış poladdan, sonra isə alüminiumdan hazırlanmağa başlanmışdır. Elektrik çaydanının daxilində qızdırıcı bir element yerləşir ki, hansı ki müasir çaydanların əksəriyyəti plastik kütlədən hazırlanır. Bu da qaynar çaydana toxunan zaman yanıqların baş verməməsinə, həmçinin metal çaydanlarla müqayisədə içindəki suyu uzun müddət isti saxlamasına şərait yaradır. Elektrik çaydanları bimetal. Bimetal nədir? Deməli, müxtəlif növ, iki və yaxud da ki, deməli, daha çox müxtəlif qatma metaldan və onların ərintilərindən olan bir materialdır. Bimetal lövhəcik əsasında avtomatik elektrik açarı suyun səviyyəsinə nəzarət edən, deməli, şəffaf pəncərə, qidalandırıcı naqildən və çaydanın asan və tez ayırmaq imkan verən kontakt atlıqla təchiz edilmişdir. Hansı ki, onlar icad edilən gündən etibarən öz təyinatlarını, öz funksiyalarını qoruyub saxlayırlar. Elektrik çaydanlarının quruluşu kifayət qədər sadədir. Hansı ki, onlar gövdə, qızdırıcı element, avtomatik idarə elektrik açarı və elektrik şnurlu atlıqdan ibarətdir. Elektrik çaydanının iş prinsipi də sadədir. Belə ki, elektrik düyməsinə vuran zaman dövrə qapanır və qızdırıcı elementdən elektrik cəryanı keçir. Qızdırıcı element elektrik enerjisinin istilik enerjisinə çevirir. Bu isə artıq elektronların hərəkətinə imkan verir. Elektronlar qızdırıcı elementin atomları ilə toqquşur. Kinetik enerjilərinin bir hissəsini onlara istilik şəklində verirlər. İstilik çaydanındakı suya istilik keçirilmə xassəsi hesabına ötürülür. Su qaynayır, buxar çaydanın dəstəyindən və ya gövdədəki borucuqdan keçib avtomatik elektrik açarına daxil olur. Bu zaman elektrik açarından bir metal lövhəcik qızır. Qızma anında da lövhəcik əyilir, çaydan dövrədən açılır. Su qaynadıqdan sonra uzun müddət istiliyini saxlayır. Bu istiliyə davamlı və istiliyi qoruyan plastik kütlədən olan gövdənin hesabına olur. Elektrik çaydanlarını mütləq üzərində qeyd edilmiş su səviyyələrinə uyğun olaraq doldurmaq lazımdır. Belə ki, onun üzərində bəzilərinin daxilində minimum maksimum işarəsi olur ki, bu zaman əgər su maksimum işarəsindən çox olursa, bu zaman qaynayan çaydan daşır, üzr istəyirəm. Minimum işarəsindən az olarsa, qızdırıcı element həddindən artıq qızıb xarab ola bilir. Çaydanı qoşmamışdan əvvəl mütləq qapağın kip örtmək lazımdır. Əks halda buxar kip bağlanmamış qapaqdan çıxacaqdır. Bu halda isə o avtomatik sönməyəcək. Belə ki, bir metal lövhəcik əyilmir və çaydanı söndürmür. Hansı ki, həmin o buxar bir metal lövhəciyə və çaydana siqnal ötürür. Qaynayıb buxarlanan su qızdırıcı elementin yanıb xarab olmasına və çaydanın gövdəsinin zədələnməsinə gətirib çıxaracaqdır. Elektrik çaydanlarının disk və spiral şəkilli qızdırıcı elementlərlə istənilən növləri vardır. Qızdırıcı elementi disk şəklində olanlar daha məsləhətlidir. Belə ki, qızdırıcı elementi elektrik çaydanlarında su daha tez qızır. Çünki onun qızdırıcı elementi ilə toxunma səthi spiral şəkilli qızdırıcı elementi olan çaydandakı səthə nisbətən daha böyükdür. Qızdırıcı elementi paslanmayan poladdan hazırlanmış çaydanlar daha keyfiyyətlidir. Çünki onlar gec ərp bağlayırlar. Və elektrik çaydanlarından ərpi necə təmizləmək olar? Mütləq istismar müddətini uzatmaqdan ötürü ərpdən təmizləmək lazımdır. Ərp də suda duzun çox olmasından yaranır və əgər vaxtında təmizlənməsə, orada daxili bir təbəqə yaranır ki, bu da çaydanın xarab olmasına səbəb olur. Bunun üçün müxtəlif növ vasitələrdən istifadə edilir. Bahalı vasitələr də var. Bir qədər evdə istifadə edə biləcəyimiz məhsullar da var ki, onun vasitəsilə də asan şəkildə elektrik çaydanlarını həmçinin evdə digər deməli qaynayan qəfədanlarımızı daxilini təmizləmək mümkündür. Bu zaman biz deməli, əgər yüngül və orta dərəcədə çirklənmiş plastik, paslanmayan polad və şüşədən hazırlanmış elektrik çaydanlarımız varsa, bunun üçün təxminən 500 ml su, limon turşusu, 1-2 xörək qaşığı deməli götürürük və limon turşusu götürürük. Daha sonra toz halında olan 1 qaşıq limon turşusunu limonun 1/4 ilə də əvəz edə bilirik. Əgər bu yoxdursa, bu zaman çaydanın su tökürük, qaynadırıq. Sonra limon turşusunu və ya limonun 1/4-ni qaynadırıq.
qaynayan suya tökürük. 1-2 saat soymasını qaynadırıq. Daha sonra 1-2 saat soymasını gözləyirik. Əgər ərp köhnə deyilsə, öz-özünə çıxacaqdır. Əks təqdirdə limon duzu ilə təmizləmə təkrar olunmalıdır. Təmiz çaydanı yaxşı yaxalamağı da unutmamalıyıq. Həmçinin təhlükəsiz iş qaydalarımız var. Mütləq şəkildə onlara da nəzər salmağı unutmayın müəllimlər. Uğurlar hər kəsə.